Medine'ye bu il yene kaldık burada gidemedik Medine'ye gözlerimden yaşlar akar sözlerin yüreğim yakar Can Ahmet'im orada yatar bu il yine gidemedik Gözlerimden yaşlar akar sözleri yüreğim yakar Can Ahmet'im orada yatar bu il yine gidemedik Ebu Bekir Ömer orada Osman Ali zanlar orada Ebu Bekir Ömer orada Osman Ali zanlar orada Bilal-i Habeşim orada bu yıl yine gidemedik bu yıl yine gidemedik gözlerimden yaşlar akar sözleri yüreğim yakar Can Ahmet'im orada yatar bu yıl yine gidemedik Çox dəyərli Minbər TV izləyənlər, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan söhbətləri verilişi ilə sizlərin qonağınızıq. Bugün Ramazan söhbətləri verilişimizdə Şəki Mərkəzi Cümə Məscidinin minarələrindən hər gün 5 dəfə əzan, fərqli-fərqli əzanlar canlı şəkildə səsləndirən çox dəyərli ilahiyyatçımız, beynəlxalq dərəcəli Quran qarisi, dini musiqi müəllimi, eyni zamanda Quran-ı Kərimi gözəl oxuma yarışmalarında ölkəmizi, vətənimizi dəfələrcə xarici ölkələrdə təmsil etmiş dəyərli ilahiyyatçımız Tural Məmmədovdur. Tural müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Necəsiz? Çox sağ olun Araz müəllim. Allah hər zaman yaxşı eləsin, yaxşı olasınız inşallah. Əzan bir növü Allaha dəvətdir Tural müəllim. Allah sizdən razı olsun. Siz hər zaman əzanlarınızla könül oxşuyursunuz. Əzanlarınızla hətta namaza gəlməyən, namazdan belə desək, xəbərsiz olan bir insan belə sizin oxuduğunuz əzana qulaq asdıqda sanki qəlbi titrəyir, sanki daha fərqli bir təəssürat yaranır həmin insanın simasında, üzündə, davranışlarından hiss eləmək olur bunu. Allah sizdən razı olsun. Çox gözəl bir işlə məşğulsunuz. Nə zamandan bəri bu işlə məşğul olmağa başlamışsınız Tural müəllim? İlk öncə Araz müəllim təşəkkür edirəm. Məni Minbər TV-yə dəvət etdiyiniz üçün. Daim izləyirəm verilişlərinizi. Allah müvəffəq etsin. Allah razı olsun. Gözəl sualdır. Suala gəlincə, bu biraz geniş bir mövzudur. Bəli. Amma vaxt etibarı ilə istəyərək ki, inşallah veriliş ərzində fikirlərimizi inşallah sizinlə bölüşüm. Uşaqlıqdan əzan oxumuşam. Uşaqlıqdan əzana belə həvəskar olmuşam, meyil olmuşam.
Ümumiyyətlə musiqiyə meyil olmuşam uşaqlıqdan. Atamın əmisi xanəndə olub. Hələ hətta mən bilmirdim. Ondan mənə bu əzan oxuyandan sonra, yəni bu yolda olandan sonra, bir müddət sonra bu musiqi sevgisi hardan gəlib? Yəni qohum qardaşlar da baxırlar ki, belə bizlərdə oxuyan olmayıb belə bu səs. Amma sonradan bilindi ki, yəni atamın əmisindən sirayət edib bu. Musiqi həvəsli olmuşam. Əzan da dini musiqi, türk din musiqisinin yəni formlarından biridir. Söhbətimizə belə başlasaq daha yaxşı olar. Türk din musiqisinin iki təməl qaynağı var, yəni qolları var. Bunlardan biri təkkə musiqisidir, biri cami musiqisidir. Biz buna cami musiqisi deyirik. Təkkə musiqisi ümumi olaraq musiqi alətləri ilə, yəni musiqi eşliyində icra olunur. Təkkələrdə, dərgahlarda, mevləvi ayinlərində belə. Cami musiqisi amma sırf məscidin içində icra olunan bir musiqidir. Məsələn, əzandan başlayaraq, belə sıralama ilə mən qısa olaraq sayım, gündə 5 dəfə oxunan minarələrdən səslənən əzan, ardınca iqamə, yəni biz qamət deyirik, iqamə oxumaq mahvəldə, müəzzinlik mahvəlində. Ardınca imamət, imamın namaz qıldırması, onun ardınca təsbihat, təsbihatların yəni süsləmələr, bəzəmələr, onlar da cami musiqisidir. Eyni zamanda mübarək gecələrdə, bayram günlərində oxuduğumuz Salat-ı Ümmiyyə dediyimiz salavat-ı şəriflər, təhlillər, təkbirlər, bunlar hamısı öz yerində cami musiqisinin formlarıdır. Əzan da bunlardan biridir. Yəni 5 vaxt oxunan əzan cami musiqisi formlarından biridir. Dini musiqisinin bir qoludur. Mən də bu görəv olaraq, yəni vəzifə olaraq 2010-cu ildən bəri bu günə qədər Şəki Mərkəzi Cümə Məscidində müəzzin olaraq, əlhamdülillah, Allah layiq olanlardan eyləsin hər birimizi. Çalışırıq, yəni, belə deyim. Xarici ölkələrdə harada əzan vermişsiniz? Hansı ölkələrdə ümumiyyətlə olmusunuz? Bizə məlumat versəydiniz, biz çox sevinərdik. Quran yarışmalarına bildiyimiz qədərilə siz qatılmışsınız. Beynəlxalq Quran yarışmalarına. Eyni zamanda başqa dövlətlərdə, məscidlərdə əzan vermişsiniz. Onlar haqqında biraz danışmağınızı istəyərdik. Quran yarışmalarında olmuşam, olub dəfələrlə olmuşam. 2017-ci ildə Türkiyədə Beynəlxalq Quran-Kərim gözəl oxuma yarışmasına qatılmışam. Finala qədər əlhamdülillah yüksəlmişəm. Azərbaycanımızın bayrağını, şanlı bayrağını dalğalandırmışam. Şükürlər olsun. 2019-cu ildə bizim son yarışmamız oldu. Malaziyanın Kuala Lumpur şəhərində 85 ölkənin iştirak etdiyi Beynəlxalq Quran-Kərimi gözəl oxuma dünya yarışmasına qatılmışam. Orada da ön mərhələni keçərək 25-liyə düşüb, orada da dünya 10-uncusu olmuşam. Şükürlər olsun. Əzan oxumağa gəlincə isə ən böyük belə istəyim idi ki, həvəsim, yəni arzum idi ki, İstanbulda əzan oxuyum. Müəllim, belə bir deyim var. Dünyada ən gözəl əzan Türkiyədə oxunur, İstanbul əzanıdır. Bunu bütün yəni ərəb millətləri belə qəbul ediblər bunu. Ən gözəl oxunan əzanın oxunduğu yer İstanbuldur. İstanbulda da Üsküdar tavrı deyə bir tavır var. İstanbulun içində. Mən də bunu istəyirdim ki, orada bir gün mən əzan oxuya bilərəmmi yaraq? Belə bir şey düşünürdüm. Əlhamdülillah, 2017-ci ildə həmən Quran yarışmasına gedərkən Sultanəhməd camisində müəzzinlik etmək nəsib olub, əlhamdülillah. Bir də Laləli camidə müəzzinlik eləmişəm. Şükürlər olsun. Çox gözəl. Bəs əzan bizim indi bölgələrimizi gəzdiyimiz zaman əzanları eşidirik, namazları, məscidə getdiyimizdə və yanına keçəndə əzanı eşidirik. Çox qulağa fərqli gəlir. Əzan çəkən insanlara nə tövsiyə eləyərdiniz? Nələrə diqqət eləməlidirlər? Hansı belə deyək, işləri görsələr, ən az sizi qədər yəni, olmasa da, ən azından verdikləri əzanı gözəl şəkildə verməyə başlayarlar. Bu haqda bir neçə tövsiyənizi verməyinizi istəyərdik. Aras müəllim, belə deyim, əvvəldə dediyim kimi, yəni, mövzu geniş mövzu olduğundan hamısını sığdırmaq olmaz bu verilişə, təbii ki.
Amma önəmli yerlər budur ki, belə deyim, əzanın iki qaydası var. Əzan oxumağın. Ümumiyyətlə, əzanla ilgili iki qayda var. Bir, praktiki qaydalar. İkinci, ədəbi qaydalar. Ədəbi qaydalara riayət eləmək həm əzan oxuyan müəzzinlərin, eyni zamanda onu dinləyənlərin, belə deyim, etməsi lazım olan bir şeydir. Əzana dəstəmazla başlamaq, məsələn, dəstəmaz alıb əzan oxumaq, əzan oxuyarkən qibləyə dönmək, əzan oxuyarkən danışmamaq, hətta salam veriləndə salam almaq belə olmaz. Əzan oxunarkən kimsə salam verirsə, o salamı almaq belə olmaz. Yəni, əzana sayğısızlıq olar. Əzan bitəndən sonra, o vaxtların indi səs sistemi olmadan öncə minarənin şərəfəsində fırlanadı müəzzinlər. Hayya alə salah deyərkən sağa dönmək, hayya alə fəlah deyərkən sola dönmək. Yəni, bu iki cümlədən sonra insanların la havlə və la quvvətə illə billəh demələri. Ondan sonra əzan bitəndən sonra insanların əzan duasını oxumaları. Peyğəmbərimizin şəfaəti buna vacib olur. Əzan duası oxumaq. Bunlar ədəbi qaydalardır. Amma əzanın praktiki qaydaları sırf müəzzinlərə aid olan bir şeydir, əzan oxuyanlara. Öncəliklə əzan oxunması üçün insanın gözəl səsə sahib olması lazımdır. Deməli, İslam tarixində Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm əzan mövzusunu əshabı ilə istişarə edərkən belə zaman-zaman toplanırlar, dağılırlar. Yəni, bir qərara gəlinmir ki, əzana necə dəvət edək. Axı, əzan mövzusu ortaya çıxmadan öncə, yəni əzandan öncə namaza əs-saləh, əs-saləh deyə namazla çağırardılar. Belə müəyyən yollarla. Bir gün bunun dolğun bir şəklini axtarmaq istəyirlər. Zaman-zaman yığılırlar, dağılırlar. Bir gün də Abdullah bin Zeyd bin Saləbə deyən səhabə o anladır. Belə deyək, toplanmışdıq. Alov, ocaq yandıraq. Bir sahabədən təşrif gəldi. Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm qəbul etmədi. Dedi, bu atəşpərəstlərin, zərdüştlərin ibadətidir. Bir sahabə çan çalaq, belə vururlar. Dedi, o xristiyanların adətidir. Müəyyən təşriflər ortaya sürülür, irəli sürülür ortaya. Peyğəmbərimiz qəbul etmir. Digər qövmlərə məxsusdur deyə. Belə deyək, dağıldıq. Bir qərara gəlmədən dağıldıq. Yuxu ilə oyanıqlıq arasında deyir, bir röya gördüm, evə gedib yatdım deyir. Yuxu ilə oyanıqlıq arasında bir röya gördüm. Əynində deyir, yaşıl rəngli bir paltar olan bir şəxs mənə yaxınlaşdı. Əlində deyir, belə bir zəng kimi bir şey var idi. Mən deyir, ona dedim ki, onu mənə satarsanmı? Dedi, nəyinə lazımdır bu? Dedim ki, biz namaz üçün ibadətə çağırasıyıq bunun səsi ilə. Dedi, mən sənə bundan da daha gözəlini öyrədimmi? Dedi və deyir, əlini qulaqlarına belə qoydu, mənə əzan sözlərini öyrətdi. Başladı bu sözləri oxumağa. Gəldim Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmə deyir, danışdım bunları. Peyğəmbərimiz də deyir, dedi ki, bu sadiq röyadır. Bəzi rəvayətlərdə bu röyanın Həzrət Ömərin də görməsi və Peyğəmbərimizə bildirilməsi deyə rəvayətlər var. Mələk tərəfindən, Cəbrail əleyhissalam tərəfindən. Peyğəmbərimiz bunu qəbul edir. Müəllim, burada diqqət etməyimiz lazım olan bir şey var. Elə əzandan söhbət gedir, burada mövzu əzandır. İnsanlar necə eləsinlər, doğru əzan oxusunlar. Əzan necə oxunmalıdır mövzusudur. Peyğəmbərimiz normalda Abdullah bin Zeyd bin Saləbəyə, həmən əzan yuxusunu görən səhabəyə normalda nə demək lazım idi? Deməli idi ki, sənə nə öyrədibsə, buyur, get, oxu. Amma demədi. Dedi ki, gördüklərini Bilala anlat, onun səsi sənin səsindən daha da gözəldir. Oxusun. Peyğəmbərimizin musiqi qulağı çox gözəl olub. Çox gözəl musiqi qabiliyyəti olub Peyğəmbərimizin. Buna bizim deyək, sənətdə belə musiqidə musiqi qulağı deyirlər. Musiqi qabiliyyəti. Yəni, musiqini beyni həkk edib onu əks etdirmək. Hansı ki, rəssam şəkilə baxır, çizir vərəqə, musiqi də insanın onu götürüb təqlid eləməsidir. Bilalın səsinin gözəl olmasını Peyğəmbərimiz öncədən bilirdi. Hətta belə bir hədis var, deyirlər ki, rivayətdə Həbəşilərin gözəl səsi olur.
Hazreti Bilal da Həbəşistanlı idi. Onların gözəl səsi olduğunu Peyğəmbərimiz vurğulamışdı. Burada Peyğəmbərimizin insanlara demək istədiyi, əzan oxumaq üçün ilk öncə gözəl səslilər yəni qabağa durulmalıdır. Bu insanlara yer verilməlidir. Və əzan oxumaq üçün ilk öncə səs sağlığı, səsin qaydına qalmaq, yəni səsin qayğısına qalmaq. Soyuqdan uzaq olmaq, stressdən uzaq olmaq, yuxuya diqqət etmək. Səs sağlığı ilə bərabər, öncəliklə bunu deyim ki, əzan tiz səsləri sevir. Təbii ki, üç növ insan səsi var, kişilərin 3 növ səsi var. Bas, bariton, tenor. İndi bu musiqiçilər daha gözəl bilirlər. Bas ən qalın səsdir. Davudi səslə deyirlər buna. Bariton orta səsdir. Həm incəyə, həm qalına yaxın. Tenor isə incə səsdir. İncə səslərdə daha 3 oktavlara çıxmaq olur əzanda. İncə səsli olanlar, yəni Allahın lütf etdiyi incə səsli olanlar əzanı daha gözəl oxuyurlar. Amma təbii ki, bas sinifindən, bariton sinifindən olanlar da əzanı gözəl oxuya bilərlər təbii ki. Amma burada lazım olan nə deyə musiqi qulağıdır, təqlid etmə qabiliyyəti. Əzan oxumaq istəyənlər makam öyrənmələri daha gözəl olar. Burada mən makam mövzusuna toxunmuram, çünki makam mövzusu çox geniş mövzudur. Biz Şəki Mərkəzi Cümə Məscidində əlhamdülillah olduğumuz gündən bəri, başladığımız gündən bəri 5 vaxt əzanda fərqli makamları icra edirik. Sabah əzanında sabah makamı, günorta əzanında uşaq makamı, ikindi əzanında rast makamı, axşam əzanında segah makamı, yatsı əzanında Hicaz makamı. İnsanlar makam öyrənmələri lazım, səslərinin qayğısına qalmaları lazım və çox-çox musiqi dinləmələri lazım. Əzan dinləmələri, Quran dinləmələri lazım. Bu iş ancaq dinləyərək olmalıdır. Azanlar ona görə biraz insanın qulağına fərqli gəlir, elə deyilmi? Bunu fərqli gətirən, məsələn, bəzi əzanlar tez-tez oxunur, bəzi əzanlar biraz müəyyən yerləri daha çox fərqli uzadılır. Yəni, bunu izləyicimiz anlasın deyə soruşuram mən sizdən. Makam bu deməkdir, elə deyilmi? Makam musiqinin hər hansısa bir fərqli duyğusuna girmək deməkdir makam. Hansı ki, musiqinin avazın adı, belə deyil. Makam ərəblərdə maqamat deyirlər. Bəli. Biz muğamat deyirik, muğam deyirik. Bəli. Makam türklər ifadə edirlər belə. Siz demişkən əzanın tez oxunması, gec oxunması, normal əzan 5-6 dəqiqə oxudur. Bəli. Yəni burada təbii ki, əzanın bayaq dedim şərtlərindən biri də praktik şərtlərindən biri. Əzanın ortalarında tərəssül deyirlər, irtisal deyirlər buna. Hər kəlmənin ortasında dayanmaq. Yəni məsələn əşhədü ən la ilahə illallah dedim, biraz gözləyib ondan sonra əşhədü ən la ilahə illallah demək. Amma iqamədə belə deyil. İqamədə ard-ardına söylənməsi lazımdır bunların. Bəli. Makam bir duyğunu, insanın bir duyğusunu çölə yansıtmasıdır. Məsələn, kiçik, qısa olaraq bir vurğu edeyim ora, Araz müəllim. Bəli. Məsələn, sabah əzanı əcdadımızdan belə qalıb ki, sabah makamı oxunsun. Sabah makamı musiqinin ümumiyyətlə Araz müəllim, insan psixologiyası üzərinə təsiri var. Bəli. Musiqinin, bütün musiqinin. Musiqi var insanı ağladır, musiqi var insanı coşdurur, musiqi var insanı şənləndirir. Məsələn, biz görmüşük gənc, yəni döyüş meydanında bütün musiqilər rast makamındadır. Belə coşquludur, insanlara belə coşqu verir. Məsələn, döyüş meydanında segah makamı, məsələn, oturmaz yerinə. Sabah əzanında biz sabah makamını istifadə edirik. Sabah makamının elə bir xüsusiyyəti var ki, insanları yuxudan yavaş-yavaş oyadır. Məsələn, bir insana deyəsən ki, yuxudan qalx, bir fərq, başqa bir şeydir. Bir də var ki, yuxudan dur məsələn, qalx, namaz vaxtıdır. Sabah makamının özəlliyi bundadır. Uşaq makamı aşıqlar makamıdır. Günorta vaxtında oxunur. O işin pik nöqtəsində insanlara ancaq o makam təsir edə bilər. İşin pik vaxtında. İkindi makam, ikindi əzanında rast makamı tərcih edilir, yəni seçilir. Bu da ikindi vaxtı həm axşama yaxın, həm günorta yaxın belə insanın ortada qaldığı vaxt, belə deyərdim, tabiri caizsə. Həmən anda fikir vermişsiniz müəllim, insan ikindi vaxtında belə yuxuya gedir, belə səs-səmir sanki belə sakitləşdirir. Ümumiyyətlə, çox üzr istəyərək bir şey demək istəyirəm. İkindi namazı qərib namazdır.
necə qəribdir. Baxın, ikindi namazında insan məsciddə olur. Ya dəstəmazı gecikdirir, ya nətərsə eləyir. İlla da ki, onu kərahətə saxlayır. Orta namaza diqqət eləyin deyə Rəbbimizi müraciət Estağfirullah. Hafizu alə salavati və salatu usta. Bəli. Yəni ikindi namazı çox belə qəribə bir vaxtdadır. Bəli, asr buyurur Allah Teala. Yəni ikindi vaxtına and olsun məludə bu şəkildədir. İkindi vaxtı çox əhəmiyyətli vaxtdır. O qədər də insanın belə deyək ərtələyə biləcəyi bir vaxtdır elə bil ki. Rast məqamı mən belə başa düşürəm ki, biraz daha təsirli coşqu verən, bəli, coşqu verən ki, insanlar həmən o halsızlıq mı deyim, bəli. Sönük mü deyim insan olanda onları ayıltsın rast məqamı. Bəli. Hansına bir nümunə verəsi olsaq, Allahu Ekber, Allahu Ekber. Bəli. Bu biraz motivasiya verir. Bəli, motivasiya verir. Bəli. Axşam əzanında isə bir də tez oxunur, qiyamətin qopması hədislərdə falan. Ona görə biraz tez oxunur. Həm də ilk fərz qılınası deyə secah makamını nə qədər istəsiz uzada bilməzsiniz. İstəsəniz belə uzada bilməzsiniz. Məsələn, axşam əzanında bizim Hicaz oxumağımız, rast oxumağımız yerinə düşməz. Təbii ki, əzan oxuna bilər. Bu bir, yəni şərt deyil. Sadəcə üsuldur bu. Bəli. Qayda budur. Əcdadımızın düşünüb qoyduğu qayda budur. Məsələn, insanlar gözləyirlər ki, məsələn, əllərində xurma ilə, baxın arzu mən bir şey deyim, mən bunu çox yerdə demişəm. Məsələn, axşam əzanı vaxtı girdi. İftar üçün əzan oxunasıdır. Xüsusilə də Ramazan ayında insanlar oruçlu. Hər kəsin qulağı əzandadır. Əlində xurma ilə, su ilə gözləyib bilər. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. İstəsəm belə mən uzada bilmirəm əzanı. Həm də əzan qısa olmalıdır ki, insanlar yesinlər xurmalarını, suyunu içsinlər və namazını qılsınlar. Xüsusilə də axşam əzanı ilk öncə fərz qılınasıdır. Ondan sonra da iftar eləməlidirlər bu insanlar. Bir də var, indi mən oxuyuram Hicaz və yaxud rast. Allahu Ekber, Allahu Ekber. Dayanasıyam, irtisal edəsiyəm, tərəssül edəsiyəm əzan ortasında. Vurğulayacağım indi mən orasını. Allahu Ekber, Allahu Ekber. Baxın müəllim, mən bunu deyənə qədər axşam əzanı ucu bitmişdi. İnsanları bu qədər gözlətmək olmaz. Bu Hicaz əzanıdır. Hicaz əzanı isə yatsı əzanında oxunur. Yatsı əzanında insanlar işdən gəliblər, günün yorğunluğu var, yəni gündəlik işlərinin yorğunluğu var və insanların yatmaq, yəni yuxlamaq vaxtlarıdır ki, insanlar bütün işlərdən bitib, getsinlər istirahət etməyə. Hicaz makamı belə insana yuxu verən, belə istirahət verən bir makamdır. Fikir vermişsinizsə, bütün laylar belə biz keçmişdə analarımızdan duyduğumuz, eşitdiyimiz, düşlərdə olsun, bizdə olsun, hamısı Hicaz makamında olub. Məsələn, dandini, dandini, dastana, belə bir lay var, uşaqlar yatırırkən. Bu Hicaz makamındadır. Allahu Ekber, Allahu Ekber. Hicaz makamında özəlliyi budur. Qısa olaraq 5 makamın üzərindən keçdik. Allah sizdən razı olsun. Hər birimizdən razı olsun. Təbii ki, bunlar geniş mövzulardır. Bəli. Və zəngin bilgi var hal-hazırda sizdə və o bilgini tətbiq də eləyirsiniz. Allah razı olsun. Bu hər kəsdə yoxdur, yəni. Bəzi insanlar var, tətbiq eləyir, heç bir şey yoxdur, ancaq yamsılayır sadəcə. Amma sizdə elhamdülillah bilgi var, tətbiq var, Allah Taala'nın sizə verdiyi səs tembri var. Möhtəşəmdir. Allah sizdən razı olsun. Bizə maraqlı olan son olaraq o olardı ki, əlbəttə ki, çox şeylər var, amma vaxtımız dardır, qısadır. Siz bəs bu səsinizdən, bu bilgilərinizdən bəhrələnən tələbələr yetişdirirsinizmi və onlara yetişdirərkən ən çox nəyə diqqət edirsiniz? Təbii ki, Araz müəllim. Bizim zaman-zaman tələbələrimiz olub, öyrənmək istəyən. İlk öncə bütün tələbələr içərisində təzə gələrkən məsələn, səslərə diqqət etmişəm. Bu iş də elə bir işdir ki, Araz müəllim, eləsini var, səsi var,
amma oxumaq istəmir. Özündə olduğu səsdən də xəbərsizdir. Elə insan var, səsi yoxdur, çox həvəsi var, amma gözəl qulağı var. Yəni musiqi qulağı, bayaq dediyim. Bəli. Çox gözəl qabiliyyət eləyə bilir, amma səsi müsait deyil buna. O adam, o insan, o uşaq və yaxud başqası olsun, öz səsi üzərində işləyərək özünü gözəl yetişdirə bilər. Bəli. Mən də istəmişəm ki, hər zaman öncəliklə ən böyük arzumuz budur ki, əzanlarımız dinməsin, bayrağımız enməsin. Əzanlarımız daim oxunsun, qiyamətə qədər ki, əlhamdülillah, bu gündəmdə oxunur, şükürlər olsun. Bizim bu vətən müharibəsindən sonra da Qarabağımızda əzanlar oxunur, şükürlər olsun. Bu böyük bizim üçün fəxrdir, qürurdur, böyük həqiqətən nailiyyətdir, bizim arzumuz idi, şükürlər olsun. Biz çox sevinirik, yəni sevindirici haldır. Əzanlar oxunur, əzanlarımız dinməsin bütün vətənimizdə. Biz də bu günün varıyıq, sabahın yoxuyuq yəni. İnşallah əzan əsas olan odur ki, əzan necə var? Allah-u Teala'nın razı qaldığı, Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləmin dediyi, buyurduğu yəni, istədiyi əzan oxumaq üçün biz də əlimizdən gələn eləyirik. Bu günlərimdə tələbələrimiz var, öyrənirlər, həvəsli olanlar da var, tənbəl olanlar da var. Amma tənbəl olanlar da uyarırıq zaman-zaman, ağac yaşkən əylər deyirlər. Biz də istəyirik ki, bizim evlatlarımız da əzan öyrənsinlər. Məsələn, səs olanlar təbii ki. Bir insanda səs varsa, Allah-u Teala o neyməti veribsə, onun üzərində işləyərək, belə deyim, tabiri caizsə, loru dildə deyim, qırağın-pucağını düzəldə bilərik biz məsələn. Bu şeydən bəhrələnə bilərlər. Bu günlərimdə var, əlimizdən gəldiyi qədəri təbii ki, çalışırıq və mən bunu sevirəm özüm ki, öyrədim kimsə. Bəziləri məsələn bunu istəmirlər belə şey olsun, amma mən istəyirəm ki, həqiqətən də öyrənsinlər uşaqlar və bu günlərimdə var, şükürlər olsun. Allah sizdən razı olsun. Allah hər birinizdən razı olsun. Çox minnətdarlığımızı bildiririk. Allah Teala sizin nəfəsinizə, mən təşəkkür edirəm. elminizə, ümumiyyətlə yaşamınıza bərəkətlər ehsan eyləsin inşallah. Nə yaxşı ki siz varsınız, nə yaxşı ki belə bu sahənin insanı olmusunuz. Allah Teala hər bir insana nəsib eləmir belə bir şey. Həqiqətən. Və Quran-ı Kərimdə əzan verənlər munadi olaraq adlandırılır. Allaha çağıran munadilər. Və ən gözəl Allaha çağırma şəkli də mən belə düşünürəm, bəs əzanlandır, namaza çağırma. Namaz Allahın əmridir, Allaha çağırma başqa necə olacaq ki? O baxımdan mən sizə çox dərin təşəkkürümü bildirirəm. Çox gözəl vurulacaq, az mənim üzr istəyirəm. Quran-ı Kərimdə Əstəğfirullah billah, hətta müəzzinlər əzan oxumağa başlayarkən bu ayəti oxuyurlar içlərində. Və yaxud demədim, Əstəğfirullah və mən əhsənu qavlan mimmen da'a ilallahi və amilə salihan və qalə innəni minəl muslimin. Bəli. Çox möhtəşəm. Allaha dəvət edənlər. Bəli. Allah Teala bizləri layiq olan gözəl sözlü kim ola bilər ki? Bəli. Allah Teala bizləri layiq olan qullarına eləsin. Elhamdülillah. Tural müəllim, Allah sizdən razı olsun. Allah elminizə, ömrünüzə bərəkətlər ehsan eyləsin inşallah. Allah Teala sizin kimi belə insanları tez-tez görməyi bizlərə nəsib eyləsin inşallah. Həqiqətən çox ehtiyacımız var hər birimizin insan olaraq. Gözəl bir ayın artıq sonlarına gəlib çatmışıq. Ramazan ayının sonlarına gəlib çatmışıq. Ramazan ayı sanki bir yuxu kimi idi. Dünənlərim sanki Ramazan ayına girmişdik, qədəm qoymuşduq. Daha Ramazan ayının sonları gəlibdir. Bir-iki günümüz var. Allah Teala bu aydan istifadə eləyə bilməyi hər birimizə nəsib eləsin inşallah. Amin. Allah Teala bir daha deyirik ki, cümlə ömrünüzə bərəkət versin, nəfəsinizə bərəkət versin inşallah. Bir daha təşəkkürümüzü bildiririk. Əziz izləyənlərimiz, bununla da növbəti bir Ramazan söhbətləri verilişimizin sonuna gəldik. Gələn görüşlər ümidi ilə Allaha əmanət olasınız. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. أشهد أن لا إله إلا الله
أشهد أن محمد رسول الله. أشهد أن محمد رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر الله أكبر. لا